Salam və vaxtınız xeyirli olsun dəyərli şagirdlər. Belə bir suala baxalım uşaqlar. Burada bizə fiqur verilib və deyir ki, bu fiqurun sahəsini tap deyir bizə. Biz bunu necə eləməliyik uşaqlar? Burada iki dənə fiqurumuz alınır. Gəlin bu fiqurları qeyd edelim. Birinci burada düzbucaqlı üçbucağımız var. Bir dənə də düzbucaqlı üçbucağımız budur. Və bir dənə də nəyimiz var? Düzbucaqlının özü var. Buradadır. Bu da bizim düzbucaqlımız. Yəni bu şəkildə biz burada bunları qeyd etməliyik. İndi bizə verilənləri qeyd etməliyik. Buradan bura qədər 3-dür. A-dan D-yə qədər ümumi uzunluq 7-dir. Bax, A-dan D-yə qədər 7-dirsə, onda B-dən D-yə qədər olan məsafə 4 olmalı. Bura 4-dürsə, bunlar qarşı-qarşıya yerləşdirinə görə bura 4 olur. Sonra deyir ki, B-dən C-yə qədər olan məsafə 5-dirsə, baxın, buradan bura qədər 5-dirsə uşaqlar, onda burada 5 olmalıdır. Və artıq bizə hər şey məlumdur. Və biz bilirik ki, uşaqlar, düzbucaqlı üçbucaqda sahəni tapmaq üçün katetləri bir-birinə vurub, yəni katetlər nədir? 5 və 3-dür. Buradan katetləri necə tapırıq? Bu 90 dərəcəni yaradan xətlər hansılarsa, olan elə katetlərimiz olacaq. 5 vurulsun 3, bölünsün 2. Bu elədir cavabımız 7,5 eləyəcək. Sonra buradan da bu olsun S1, bu da olsun S2. S1, S2'miz də 4 vurulsun 5 olacaq. Bərabər 20'ye. Burada da biz ümumi sahəni tapmaq istəyirsə bunları toplamalıyıq. Yəni 7,5'in üstünə gəlməliyik 20'ni. Burada da cavabımız eləyəcək 27,5.